İnsan tanıdıqca yaxınlaşır həmin şəxsə doğru. Tanıdıqca sevməyə başlayır və tanıdıqca da müdafiə edir, sevdiyini müdafiə edir. Elədir. Allah Taala bizləri Həzrət Əli ibn Əbi Talib əleyhissalamı tanıyanlardan eləsin inşallah. Bu yolda bizləri müvəffəq eləsin. Ki Amin. bu gecə də Qədr gecəsi mübarək bir gecə, Həzrət Əli ibn Əbi Talib əleyhissalamın zərbətləndiyi gecə və ikinci gecədə də Qədr gecəsində şəhadətə qovuşduğu bir gecədir ki, hətta o qılınc başına endirilən zamanda sözü bu oldu ki, Fustu və Rabbil Kəbə. And olsun Kəbənin Rəbbinə ki, qurtuldum. Hətta həmin gecə ki, belə deyək, qızı Ümmü Gülsümün evində qonaq idi da, iftarı orada açmışdı. Xanım Ümmü Gülsüm deyir ki, görürdüm atam Əli tez-tez gedir, baxır, göyə baxır, gəlir, elə bil ki, narahatdır. Soruşdum ki, atacan, nə olub, niyə görə narahatsan? Cavabı belə oldu ki, bu gecə Peyğəmbərin mənə vəd verdiyi gecədir. Barəsində mənim üçün danışdığı gecədir. Elə bir tələsirdi, harasa getmək istəyirdi. Hətta iftar açan vaxtında da getirdi, 2 növ yemək qoydu, qida qoydu qarşısına qızı. Dedi ki, çağırdı ki, qızım, gəl bunlardan birini götür. Nə vaxt görmüsən ki, aton Əli süfrəsində 2 cür yemək olar. Öz 2 cür yemək nə idi ki? Arpadan yoğurulmuş, arpa unundan bişirilmiş çörək idi, özü də quru halda isladıb yeyirdi. Və digəri də 2 dənə yemək növü nə idi? Bir sirkə idi deyilənə görə, biri də ki, süd idi. Dedi, ikisindən birini götür. Dedi, hansını götürüm? Dedi, südü götür. Və o çörəyini, o arpa çörəyini, quru çörəyi o sirkədə isladıb onu ilə iftarını açdı və həmin gecə də məscidə gedəndə sübh vaxtında o veya qeyd elədiyimiz kimi şəhadətə qovuşdu.